Salam, hər vaxtınız xeyir olsun, sabahınız xeyirli, uğurlu, bərəkətli açılsın qızlar. Günləri Ramazan ayının ilk günüdür. Hər kəsə bol ruzu arzulayıram. Allah bütün oruclarınızı, namazlarınızı qəbul etsin. Nə niyyətlə tutursunuz, hamısı Çin olsun. Allah qəbul eləsin. Sər yeməyimi yemişəm. Elə bil ki soyutma qızlara da vermişəm. Tez soyutma, bir ədəd çörək, qara dilim, yaşıl çay, 2 xurma. Sər bunu yedim. Günümü tamamladım. Suyumu da içmişəm. 3 stakan su içmişəm. Sər artıq qablar var. 1-2 dənə qab var. Onları da bilməm bəlkə indi yudum, bəlkə yumadım. Bilmirəm, indi baxacağam. Elə işim yoxdur. Bir dənə gözləyirəm qızları. Oyadım. Səhərə indi hal-hazırda 3:31 gedir, o Fransa saatı ilə gedir. Hal-hazırda 7-nin yarısıdır. Artıq gün ortadır qızlar. Gün orta saat keçdir. Dedim bir dənə quşların yumurtasını verim. Onlar yesinlər. Mən çörəyi qarışdırım. Xəmirini hazırlayım. Axşam üçün. Vallahi inansız yatıb qalmışam. Saat neçədə oyandım. Elə bir ki imsaka durdu. Ondan sonra saat neçəydi, çox gecə idi. Saat 9 idi də yatdım. Telefon əlimdə yatıram qızlar. Qızlara ki yazıram. Qrupda telefon əlimdə yatıram. Ki birdən kimsə vibrasiya qoyuram telefonu. Kimsə yazsa, kimsə nəsə soruşsa, eləsə hiss edin, cavab verim də. Boş oldu yumurta. Nəysə səni. Evə bunu verim, yesinlər. Sadəcə artıq 11 idi. 11 idi, yoxsa 11-in yarısı idi. Baxardı, sabah belənçə durdum. İndi paltaları qoşarıq. Gecə daha qoşmadım. Gecə deyəndə ki, səhərdə 7-nin yarısında qoşmadım. İndi qoşaq. Paltaları da sərmişəm bugünün. 1-2 dənə qabım var. Gedim, gəlim, soram. Qabları yuyaram. Deməli, qızlar, kimdə bu maşından varsa, bu miksirdən varsa, rahatlıqla çörək eləyə bilər, yoğurmağa heç nə ehtiyac yoxdur. Mən ağılsız kimi, belə deyim sizə, ağılsız kimi miksir dura-dura əlimlə eləyirdim. Bunu mənə yoldaşım nə vaxt almışdı. Bir xeyləm var da, yadımda deyil. İndirimə düşmüşdü, 180 neçəyə düşmüşdü deyəsəm. Yoxsa 160 neçəyə düşmüşdü, 7-yə düşmüşdü. Tam yadımda deyil. Onu almışdıq. İnansız qorxurdum ki, birdən xarab olar. Eyb yox, deyirdim ki, əlim xarab olsun, bu yox. Əslində gərək öz qədrimi bilməmişəm, bunun qədrini bilmişəm. Məsələn, bu nədir ki, belə baxanda? Heç nə. Deməli, nə eləmişəm? Bu, əgər kimdəsə bu miksirdən var, çörək pişirmək istəyir. Deməli, içərisinə məndə belə ölçü var. Baxın, belə bir ölçü stakanım var məndə. 500'lükdür. 3 dənə bundan tökürəm, dolu. Bunun belə olmağına baxmayın, bu unun içində olur. Yəni, onu da istifadə edirəm. Bir xörək qaşığı duz tökdüm. Bir xörək qaşıqdakı droş tökdüm. Даже bir xörək qaşıqdan da az droş tökdüm. Burada da ilıq su hazırlamışam. Bunu əvvəlcə quru tökürəm. Əvvəl mən su tökürdüm, sonra onu əlavə edirdim. Onda yaxşı qarışmırdı. Ona görə də çox vaxt bunda eləmirdim. İndi bunun dilini tutmuşam, tapmışam. Haqqın yolunu necə deyirlər, tapmışam. Və bax, o da elən içinə. Burada ilıq su düzəltmişəm. İndi bunun üstünə biraz çox şeydir, biraz da su töküm. Amma bu 1 litr sudur. 1 litrin suyu hamısı getməyəcək.
Hardasa bax 800 qram, 800 millik işlənəcək onu. Bir də onu doldurun. Hə. Baxın, bunu sizi yaxın çəkim. Bu mən bir dəfə maşın işlətmişəm, yumamışam hələ qabı. Baxın, bunu qarışdırıram. İndi diqqətlə buraya baxın. Az tökürəm qızlar buna. Gözləyirəm ki, topaya yığılsın. Deməli, maşına tökürəm, maşını qoşdum. Çay dəsmalları qoymuşam içərisinə. 60 dəqiqədə qoşacağım və 800 abarotda qoşacağım. Bu belə. Maşını işlətdik, keçdik bu xəmirə. Baxın, xəmiri o qədər qarışdırıram ki, xəmir kündəyə gəlsin. Görsünüz necədir. İndi bu xəmir qalxacaq, mən yenə qarışdıracağam. Yenə qalxacaq, yenə qarışacağam. Bir neçə dəfə elə eləyəcəm. Elə eləyəndə çox yaxşı olur. Burada da neynəmişəm mən qızlar. İndi bunu dəmən yoxlayacağım. Öz üzərimdə tafotunu görsəm deyəcəm. Bunun əslində birdən də ot var, toxum var. Onu əlavə eləmək lazımdır. Məndə o toxum yox idi. Bunun içərisində kətan toxumudur, çiya toxumudur, bir də qanqal toxumudur. Bunu hamısını ayrı-ayrında üyüdürsən kofemolkada. Bunu dünən axşam gecə elədim. Üyüdürsən, qarışdırırsan. Bunu gündə 3 dəfə yeməkdən qabaq bir çay qaşığı dilinin altına qoyursan, su ilə içirsən. Bu arıqlamağa da kömək edir. İndi bilməm, yenə də bunu da mən yoxlayacağam. Görüm necədir. Təsiri görürəmmi, görmürəmmi? Düzdür, əslində arıqlamaq yəni qida ilə də gərək yeməyi azaldasan. Hə, gərək yeməyi azaldasan. Azaltmasan faydası yoxdur, sən arıqlamayacaqsan. Mütləq hərəkət eləmək lazımdır, bol aktiv həyat sürmək lazımdır, bir də yeməyə diqqət eləmək lazımdır. Başqa şey işlə. Əgər ömür boyu arıqla kökəmini istəmirsənsə, belə də ömür boyu qidalanmalısan. Vəssalam. Bunun başqa çarəsi yoxdur. Ağız yumulmalıdır, qutardı getdi. Məsələn, dadlı yemək istəyirsən, birazını götürsən, yersən, o da ki, səhər saatlarında vəssalam. Dadını bildin, qutardı getdi. Qızlar, hava o qədər qəşəngdir, amma yenə də mən qalın geymişəm. Bilməm, pəncərəni kim açıb qoyub, mən açmışam, yadımda deyil. Kim açıb, mən bilmirəm. İnansız, bütün o gecəni üşümüşəm də. Gecəni deyəndə ki, səhəri də üşümüşəm, bütün boynum hamısı quruyub, o da verir mənim başıma. Çox sağ ol, yenə də xoş gəldin deyir. Hə. Cızırlar buna. Hə, bax belən içinə qızlar. Gedib bir dənə baxa, ləziz çərəzə gedəcəm. Görüm nə alıram, deyəndə ki, qreçka alacağım axşam yeməyi üçün. Başqa elə bir şey yox. Bir qalın giymişəm. Qızlar, deyirəm, bir dənə isti var, gəl görəsəni, qaynarı, o tutub yanır. Ay Allah, havada da istilik var, mən də qalın giymişəm əynimi.
Elə bir ki şeydir, çoğun bayırda çoğunlar. Vadalaska, qalın vadalaska, qalın kurtka. Dünən nə olub, nə xəbərdir? Kıza geldim ay kızlar. O kadar istedi, o kadar istedi, o kadar istedi. Dəhşət. Çok istedi. Deməli neler aldım onları göstərim. Deməli belə üzünə çaşqa aldım. Şpilka aldım. Belə 5 dənəli qab aldım. Görsənir oradan. Sonra 2 dənə tapçıqa götürdüm. Bir dənə belə, bir dənəsi belə. Dörd dənə tutdu. Çörəklər aldım. Bunları koyacağım dondurucuya. Bir dənə bundan götürdüm. Dadına baxmaq üçün. 3 dənə də bundan götürdüm. Çünkü tutarır. Az dal gəlir. Tez də tutarır. Ona görə götürdüm. Kişmiş götürdüm yenə. Qarabaşaq götürdüm. Axşam söyləyəcəm. Qoz götürdüm. Qozla kişmişi nəzmə verirəm. Çox vaxtdır. Ondan sonra akşam üçün kahve eləyəcəm, salat eləyəcəm. Köz, xiyar, görsənir oradan. Hiç bilmirəm görsənir, yoxsa görsənir. Xiyar, bir də pesok. Pesok neçə aydır biz pesok almırıq. Heç şirinlikdir, görsünüz ki, eləmirəm. Bir dənə də bu. Şaxalar yaxşıydı, 59 qəpiyə götürdüm. Sonra çörəklərdə soda. Bunları götürdüm. Ama bu mənim xoşuma gəldi. Əslində orada bir dənəsi var idi, qırmızı. Qırmızıydı. Ağax xallıydı da, ondan istəyirdim. O bitmişdi, qutarmışdı. Mən də bunu götürdüm. Nə fərqi var? Əsas odur ki, yeməyə qoyum onun içərisinə. Bir də bu da xoşuma gəldi, bəyəndim. Rəngini xoşuma gəldi. Bu da 3 manata, bu 9.50. 9 manat 90 qəpik, demək olar ki 10 manat. Bu 1 manat. Bu çörək 65 qəpik. Bunlar 60 qəpik. Kaxı 59 qəpik. Qoz 5 manatlıq götürdüm, 13 manatlıqdır. 13 manatlıq qozdan düşünmüşəm. Kişmiş 5 manat 90 qəpiklik kişmişdir. 3 manatlıq götürdüm. Qarabaşaq 1 manat 20 qəpikdir artıq qiyməti qalxır. Turp dördü 1 manat. Hə. Turpun qiymət şeydir, 4 1 manat. Xiyar neçə idi? Xiyar kök 99 qəpik idi 1 manatda. Bu da xiyar 3 manat 29 qəpikdir. Buna da 3 manat 79 verdim. Ha belə. Bu mənim bazarlığım. Bunları indi bilən yox. Hə, bir də tapçıqalar da ki 4 manat 50 qəpiyə götürdüm. Mənə gəlir ki 4 manat 50 qəpiyə yaxşıdır. Çünki orada biri var idi. Bir neçəsi mağazinə getdim. Orada 5 manata verirdi. 2 dənəsini götürdüm 9 manata. Biri belə, hələlik bir dənə bu belə götürdüm, bir dənə də beləsini götürdüm. Biri kişi üçün, biri qadın üçün. İndi gələn səfər hər dəfə getdikcə belə 2 götürəcəm. Belə başım ağrıyır, üstünüzə sağlıq qız. Yemək var, yemək pişirmək lazım deyil. Bir dənə özümə yemək eləyəcəm, bir də salat eləyərəm. Belə. Şöyle gedim mən əynimi dəyişim. Gəlin bunları yer verileyim. Gəlin qızlar, qabları yuyaq. Bunları yuyum, qoyum kənara. Sabahları gedək. Bundan alaq, altlıqdan alaq. O qara var idi ondan. Qızlar da xoşları gəldi ondan.
Ondan götürüm. 5 manat 50 qəpiyə, 2 dənəsi yaxşı idi. Yəni biri 2 manat 50 qəpiyə düşür. Bunu mən neçə almışdım? Bu da elə elənçinə idi. 2 dənə ondan alım. Gəlin mən sizi hara otuzdurum. Podstavkaya otuzdurum. Qablarımızı yuyaq. Bunun rətsvetkası da xoşuma gəldi. Qırmızı. Gəlin onları yuyaq. Sonra qreçkanı eləyim özüm üçün. Salata eləyək. Elə bir şey yoxdur. Başqa elə bir şey eləmək lazımdır. Bunlar təmizdir. Bunları götürüm. Gecə yumuşdum. Sonra qreçkanı eləyəndən sonra neyəcəm özüm üçün? Salat eləyəcəm. İstədim evləri prisosiyam, amma başım imkan vermədi. Məndə nəsə, yəqin ki, onurğada nəsə problem var. Quruyan kimi məndə başıma ağrı verir. Ona görə də tutamadım, çünki onun səs başıma düşəcək. Bunları yum. Balaca bir dənə salat eləyək. Kökü de götürün, kökü de sırtadan keçirin. Su rəngi görün necə oldu. Elə bir ki, köpük oldu ya, fikir verirsiniz. İminə kaxını tökəninə atandan sonra belə rəngi oldu ya, çox qəribə. Buna baxın, köpüyə baxın. Köpük ortadan keçirdi. Valla bu suda kaldıkça köpük verir şey. Su köpüklənir. Konkret su köpüklənir ha. Əməli başlı köpük verir ha. O yan bir yanı yoktur. Şu. İndi görün rənglərə baxın. Buna baxın. Buna baxın. Gözəlliyə baxın. Bu
bu belə qalsın. Qreçkamı yandırdım. Dibi tutdu. İndi birini də eləyəcəm. Bu qalsın. Birini də eləyəcəm. Getdim o tərəfə. Dibi tutdu. Birini də eləyim. Eləyim, eləməyim. Qoy eləyim. 2 xörək qaşığı eləyim azca. Yarı da doğrayım. Bir də qızlar, siz nə istəyirəm? O belə aparat olur. Xiyardır, köktür. Belə doğrursan uzun, xırda uzun eləyir. Elə bir ki, o çips kimi belə. O bilmirəm də o hansı aparatdır. Burada var elə bir şey. Bu başqa cür eləyir. Bu başqa cür diş kimi eləyir. Deyir eləyir. Yoxsa bu eləyir. Bir dənə yoxlayım. Bir dəqiqə. Buymuş ki. Bax buydu. Deyib elə. Gör, neçə ildir işlədirəm, bilmirəm bunu. Mən də deyirəm, gedim alım onunla. Denən daha var da evdə. Nə qəşəng, nə qəşəng. Nə qəşəng. Bəh. Kızlar, yemeğimi yedim. Yedim neydi? Pişirdim. Ben niye elə sözləri səhv deyirəm, mənim başım çıxmır. Burada da bozartmadır. Bunu qoymuşam qızdırmağa. Salat hazırdır. Su indi qoyacağım. Su. Qatıq. Hə, belə. Ben de üzülüyorum Azize. Git uzakta üzül o zaman. Ben kocam bulacağım. Yalnız bırakmayın, vallahi hiç iyi değil bu kız. Tövbe estağfurullah. Tövbe estağfurullah. Devrim yaşıyor diyor. Onu bulacağım diye tutturdu. Hazırlanmaya gitti. Dışarı çıkıp arayacak. Biz ne yapacağız? Nasıl yatıracağız? Olacak anlayalım olacağız. Kızlar, kofeni dəmlədim. Kofedəki təzyiqimə görə dəmlədim. Çünki dediyim kimi səhər soyuq olub kürəyimə. Bu da mənim təzyiqimi qaldırdı. Kofeni elədim. Bütün qırağı keçdim, daşdı.
daşmadı ya. Prosta kofe stəkanı dəmiri də balacadır, əyildi, düşdü. İndi gəlim buranı silim, təmizləyim. Ondan sonra oturum kofemi içim. Qızlar da yazdım ki, çaylarını içsinlər. Vaxtlarını öldürməsinlər. Qablar da yığılıb nə qədər de. Nəsə səs gəlir burada. Bir dənə mən kofemi içim. Xurma ilə təzyiqini bir dənə bir tər salım.